Çox təşəkkür edirəm, hörmətli xanım sədr. Hörmətli həmkarlar, media nümayəndələri, hazırda silahlı qüvvələrin yüksək tələbat olan ixtisaslara malik olan hərbi qulluqçulara, o cümlədən həkim, IT mütəxəssisi, maliyyəçi, hüquqşünas və s. komplektləşdirilməsində habelə səfərbərlik ehtiyatlarının zabit heyəti ilə formalaşdırılması məqsədi ilə bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsinə zərurət yaranmışdır. Belə ki, mövcud qanunvericiliyə əsasən ali təhsilli çağırışçılar 1 il müddətli həqiqi hərbi xidmət keçdikdən sonra zabit hazırlığı üzrə kursu müvəffəqiyyətlə bitirərək bağlaşma əsasında könüllü surətdə 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər. Bu da öz növbəsində həmin şəxslərin silahlı qüvvələrdə ümumilikdə 2 il 6 ay xidmət etmələri və həmin şəxslərin zabitlərin həqiqi hərbi xidmətinə maraq göstərməmələri ilə nəticələnir. Təqdim edilən qanun layihəsi zabitlərin həqiqi hərbi xidmət keçməsi qaydalarını və bir sıra normativ təkmilləşdirilməsini bu məqsədlə hazırlanmışdır. Qanun layihəsində aşağıdakı dəyişikliklər nəzərdə tutulur. 1. Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinç dövrdə həqiqi hərbi xidmət müddətləri 6 ay azaldılaraq 1 il müəyyən edilməsi. 2. Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytinant hərbi rütbəsinin verilməsi. 3. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanunun və normalar yaratma texnikasının tələblərinə uyğun olaraq hərbi xidmət keçmə haqqında əsasnamədə bir sıra normaların uyğunlaşdırılması, ifadələrin dəqiqləşdirilməsi və texniki xarakterli dəyişikliklərin edilməsindən ibarətdir. Qanun layihəsinin qəbul edilməsi, silahlı qüvvələrin peşəkar zabit heyəti ilə xüsusilə yüksək tələbat olan ixtisaslarla və bu ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatlarının formalaşdırılmasına, bununla da bu sahədə olan problemlərin həllinə xidmət edəcəkdir. Layihə komitəmizdə müzakirə edilmiş və birinci oxunuş üçün plenar iclasa tövsiyə edilmişdir. Səs verməyinizi xahiş edirəm, diqqətinizə görə təşəkkür edirəm.